Salam, əziz və enerjili qoçlar, bu həftənin proqnozunda sizinləyəm və qarşıdan gələn 7 günün astroloji mənzərəsini birlikdə nəzərdən keçirəcəyik. İyul ayının sonlarına doğru yaxınlaşdıqca içimizdəki o qəribə tələskənlik hissi sanki biraz da artır, elə deyilmi? Yay aylarının verdiyi o rehavət, istilərin gətirdiyi yorğunluq bəzən sizin o tükənməz enerjinizi belə sınağa çəkir. Amma gəlin razılaşaq ki, siz qoçlar hər zaman vəziyyətdən çıxış yolunu tapmağı bacaran, ən çətin anlarda belə ocaq kimi alışa bilən insanlarsınız. 20-26 iyul həftəsi sizin üçün kifayət qədər dinamik, bir o qədər dərindən düşünməyə vadar edən və bəlkə də ilin ən önəmli qərarlarını verəcəyiniz dövrlərdən biri olacaq. Həftəyə ümumi nəzər salanda görürük ki, daxili motivasiyanız olduqca yüksəkdir, amma bəzən bu enerjini hara və necə yönəldəcəyinizi bilməmək sizi daxilən yora bilər. Bazar ertəsi günü, yəni iyulun 20-də səhər oyananda yəqin ki, beyninizdə 1000 dənə fərqli plan, həll olunmamış məsələlər və kənardan baxan birinə xaos kimi görünən, amma sizin üçün tamamilə məntiqli olan bir gündəlik olacaq. Həftənin ilk günü iş yerində və ya gündəlik rutinlərinizdə bir qədər gərginlik hiss edə bilərsiniz. Çünki ətrafınızdakı insanların sizin sürətinizə çata bilməməsi, işlərin yavaş getməsi sizi hövsələdən çıxara bilər. Bilirəm, siz istəyirsiniz ki, hər şey elə indi, dərhal həll olunsun. Amma göy üzü bu həftə sizə biraz səbirli ol mesajını verir. Səbir sizin ən güclü tərəfiniz olmaya bilər, ancaq inanın mənə, bu həftə təmkinli olmaq sizə gözlədiyinizdən də çox qazandıracaq. Ətrafınızdakı insanlara qarşı biraz daha anlayışlı olmağa çalışın, xüsusən də iş yoldaşlarınız və ya ailə üzvlərinizlə ünsiyyətdə. Onlar sizin qədər cəld düşünməyə və qərar verməyə bilərlər. Bu həftənin ortalarına doğru, xüsusilə çərşənbə günü günəşin Şir bürcünə keçməsi ilə birlikdə daxilinizdəki o atəş yenidən harlanacaq. Çünki Şir də sizin kimi od ünsürüdür və bu tranzit sizə inanılmaz bir özgüvən, yaşamaq eşqi və yaradıcılıq enerjisi bəxş edəcək. Həftənin ilk 2 günündəki o ağır və sıxıcı ab-hava yerini birdən-birə coşquya verəcək. Sanki üzərinizdən ağır bir yük götürüləcək və özünüzü daha azad, daha həvəsli hiss edəcəksiniz. Bu dövr xüsusilə sevgi və romantika baxımından sizin üçün çox şanslıdır. Əgər həyatınızda kimsə yoxdursa, çərşənbə günündən etibarən gözlənilməz bir yerdə, bəlkə bir dost məclisində, bəlkə də sadəcə küçədə gedərkən qarşınıza çıxacaq biri diqqətinizi çəkə bilər. Ürəyinizin döyüntülərini sürətləndirəcək, sizə yenidən o kəpənəkləri hiss etdirəcək tanışlıqlara açıq olun. Amma birdən-birə hər şeyi sürətləndirməyə çalışmayın, icazə verin hadisələr öz təbii axarında inkişaf etsin. Siz sevəndə tam sevən, bütün varlığınızla bağlanan insanlarsınız, amma eyni zamanda tez sıxılma ehtimalınız da var, ona görə də qarşınızdakı insanı tanımaq üçün özünüzə və ona zaman tanıyın. Həyatında artıq biri olan, evli və ya uzun müddətli münasibəti olan qoçlar üçün isə bu həftə, xüsusilə də həftənin ikinci yarısı münasibətlərindəki o monotonluğu qırmaq, köhnə ehtirasları yenidən alovlandırmaq üçün əla fürsətdir. Partnyorunuza kiçik bir sürpriz edin, bəlkə də həftə sonu üçün qısa bir səyahət planlaşdırın. Sadəcə ikinizin olacağı, dərin söhbətlər edə biləcəyiniz və bir-birinizi yenidən kəşf edəcəyiniz bir mühit yaradın. Son zamanlar işlərin çoxluğundan və ya gündəlik problemlərdən bəlkə də bir-birinizə kifayət qədər vaxt ayıra bilmirdiniz. İndi isə bunun tam zamanıdır. Keçək maddi məsələlərə. Büdcənizlə bağlı bəzi həll olunmamış suallar bu həftə yenidən gündəmə gələ bilər. Çərşənbə axşamı və cümə axşamı günlərində gözlənilməz xərclər, bəlkə də unudulmuş bir borc və ya texniki bir cihazın xarab olması səbəbindən yaranan əlavə məsrəflər canınızı sıxa bilər. Amma təşvişə düşməyə ehtiyac yoxdur. Çünki siz böhran anlarında ən yaxşı qərarları verən, praktik zəkanıza güvənən insanlarsınız. Maliyyə məsələlərində riskə getməkdən bu həftə xüsusilə uzaq durun. Tanımadığınız, tam əmin olmadığınız insanlarla böyük məbləğlərdə işbirliyi etmək və ya qəfil sərmayə yatırmaq üçün o qədər də əlverişli zaman deyil. Biraz daha qənaətcil olmaq, gələcək üçün kənara kiçik bir məbləğdə olsa qoymaq sizə daxili bir rahatlıq gətirəcək. Həftə sonuna doğru yaxınlaşdıqca karyeranızla bağlı gözlədiyiniz bir xəbər varsa, bunun müsbət nəticəsini ala bilərsiniz. Rəhbərliklə və ya iş ortaqlarınızla edəcəyiniz görüşlərdə öz fikirlərinizi aydın və inamlı şəkildə ifadə etməkdən çəkinməyin. Sizin o cəsarətli duruşunuz qarşı tərəfdə dərin təəssürat yaradacaq. İş axtarışında olan qoçlar üçün cümə günü çox məhsuldar keçə bilər.
Yeni bir müsahibəyə dəvət oluna bilər və ya çoxdan göndərdiyiniz bir cəvəyə müsbət cavab gələ bilər. Təbii ki, bütün bu iş güc, qaçaqaç içində sağlamlığınızı da unutmamalısınız. Qoç bürcü olaraq baş bölgəniz hər zaman daha həssasdır. Stressin və gərginliyin artdığı anlarda baş ağrıları, miqren kimi problemlərlə qarşılaşa bilərsiniz. Bu həftə su içməyi ihmal etməyin, xüsusən də havaların isti keçdiyini nəzərə alsaq, bədəninizin suya ehtiyacı daha çoxdur. Yuxu rejiminizə də diqqət etmək vacibdir. Gecələr beyninizdə fırlanan o sonsuz düşüncələrdən xilas olmaq üçün yatmazdan əvvəl telefonla oynamaq və ya iş düşünmək əvəzinə sakitləşdirici bir musiqi dinləmək, bəlkə kitab oxumaq sizə çox yaxşı gələcək. İdmanla məşğul olursunuzsa, həddindən artıq ağır məşqlərdən qaçının, bədəninizi çox yükləməyin. Yüngül qaçış, yoga və ya sadəcə axşamlar təmiz havada yarım saatlıq bir gəzinti həm fiziki, həm də zehni olaraq sizi yeniləyəcək. İnsan münasibətlərinə qayıdaq. Siz dostluğa, yoldaşlığa çox önəm verən birisiniz. Sizin üçün dostlarınız uğruna hər şey edə biləcəyiniz insanlardır. Amma bu həftə ətrafınızda bəzi insanların o qədər də səmimi olmadığını, bəlkə də sadəcə öz mənfəətləri üçün sizə yaxınlaşdığını fərq edə bilərsiniz. Bu vəziyyət sizi biraz kədərləndirə və ya qəzəbləndirə bilər. Qəzəbinizi kontrol etməyi öyrənməlisiniz. Hər kəs sizin kimi dürüst və açıq sözlü olmaya bilər. Belə insanlarla mübahisə etmək, onlara nəsə sübut etməyə çalışmaq əvəzinə sadəcə səssizcə məsafə saxlamaq ən böyük cavab olacaq. Öz enerjinizi belə negativ hallara xərcləməyin, onsuz da sizin daha vacib və gözəl işləriniz var, özünüzü sevin, dəyərinizi bilin. Ailə daxilində isə həftə sonuna doğru bəzi kiçik anlaşılmazlıqlar ortaya çıxa bilər. Valideynlərinizlə və ya sizdən yaşca böyük olan insanlarla fikir ayrılıqları yaşaya bilərsiniz. Onların qoruyucu və ehtiyatlı yanaşmaları sizin azad ruhunuzla toqquşa bilər. Belə anlarda derin bir nəfəs alın, mən haqlıyam deyib qapını çırpmaq əvəzinə onların fikirlərini də dinləməyə cəhd edin. Bəlkə də həqiqətən sizin görmədiyiniz bir detalı görürlər. Hətta onlarla eyni fikirdə olmasanız belə, bunu daha sakit, hörmət çərçivəsində ifadə etmək aranızdakı bağları daha da gücləndirəcək. Şənbə günü evdə bəzi dəyişikliklər etmək, əşyaların yerini dəyişmək və ya uzun müddətdir təxirə saldığınız bir təmizlik işinə girişmək enerjinizi dəyişdirmək üçün əla fürsət ola bilər. Evinizin enerjisi təmizləndikcə, sanki beyninizin içi də təmizlənəcək. Bazar günü isə tamamilə özünüzə ayırmanız lazım olan bir gündür. Telefonu bir kənara qoyun, sosial şəbəkələrdən uzaqlaşın. Öz iç dünyanıza dönün. Son vaxtlar nələri başardığınızı, nələrdə səhv etdiyinizi bir-bir gözdən keçirin. Amma özünüzü qınamadan, sadəcə təhlil edərək. Siz çox güclü bir xarakterə sahibsiniz və həyatda qarşınıza çıxan hər bir çətinliyin öhdəsindən gəlmək potensialınız var, bəzən bu potensialı sadəcə düzgün istiqamətləndirmək lazımdır. Yaranan hər bir çətinlik əslində sizin inkişafınız üçün bir pillədir. Keçmişdə qalan bəzi peşmanlıqlar bu həftə zehninizi yora bilər. Kaş ki o vaxt elə deməzdim, bəlkə fərqli davransaydım başqa cür olardı kimi düşüncələri artıq bir kənara atmağın vaxtıdır. Keçmiş keçmişdə qaldı, sizin diqqətiniz isə yalnız və yalnız gələcəyə, qarşınızdakı o gözəl işıqlı yola yönəlməlidir. Özünüzə inanın, güvənin. Başqalarının sizin barənizdə nə düşündüyü o qədər də önəmli deyil, önəmli olan sizin özünüzə verdiyiniz dəyərdir. Həftə boyu rənglərdən qırmızı, narıncı və sarı tonlarına üstünlük vermək daxili enerjinizi daha da yüksəldəcək. Üzərinizdə gəzdirəcəyiniz qırmızı bir aksesuar, bəlkə bir qolbaq və ya köynək sizə o ehtiyacınız olan əlavə cəsarəti verə bilər. Həmçinin bu günlərdə bəzi şans oyunlarında, təsadüflərdə bəxtiniz gətirə bilər, amma yuxarıda da dediyim kimi, məsələ böyük rəqəmlərə gəldikdə ağlınızı duyğularınızdan üstün tutun. Xülasə olaraq 20-26 iyul həftəsi sizin üçün daxili gücünüzü kəşf edəcəyiniz, bəzən yorulub amma yenidən ayağa qalxacağınız, sevgi və iş həyatınızda maraqlı dönüş nöqtələrinin yaşanacağı bir həftə olacaq. Səbirli olun, hadisələri dərhal mühakimə etməyin, hər şeyin bir zamanı olduğunu qəbul edin. İçinizdəki o gözəl, parlaq odu ətrafınızı yandırmaq üçün yox, istilətmək, işıqlandırmaq üçün istifadə edin. Təbəssümünüzü üzünüzdən əksik etməyin, çünki bir qoçun gülüşü qədər ətrafa pozitiv enerji yayan başqa bir şey çətin tapılar. Bu həftə qarşınıza çıxan hər bir fürsəti dəyərləndirməyə çalışın, qorxularınızın sizi idarə etməsinə icazə verməyin.
Siz lider doğulmusunuz və həyatınızın da lideri ancaq özünüzsünüz. Qərarlar, sevgi və şans bütün həftə boyu sizinlə olsun gələn görüşlərədək.